Qızıl ticarəti ilə məşğul olan Elnarə Şirməmmədova həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb. İş üzrə 9 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. İttihama görə Elnarə Şirməmmədova vətəndaşlardan ümumilikdə 1 milyon 300 min manata yaxın pulu dələduzluq yolu ilə alaraq ələ keçirib. Məhkəmə istintaq müddətində Elnarə Şirməmmədovanın həbsdə saxlanılmasına qərar verib. İstintaq başa çatdıqdan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bundan başqa paytaxt sakini qızıl biznesi ilə məşğul olan Zülfiyə Quliyevanın da Elnarə Şirməmmədova barəsində Nəsimi rayon polis idarəsinə şikayət etməsi məlum olub. Zülfiyə Quliyeva həmcinsinin ona qarşı 940 min manatlıq dələduzluq əməli törətdiyini bildirib. Hazırda bu şikayət üzrə ayrıca material araşdırılır. Şikayətçilər iddia edir ki, zərər çəkmişlər Elnarənin yaxın adamları olub. Məsələn, bir zərər çəkən qaynıdır, biri xalası qızıdır. Aralarında rəfiqəsi və ailə dostları olanlar da var. Elnarə Şirməmmədovanın atası Cənub zonasında tanınmış müğənni olan İsmail Səfərov mövzu ilə əlaqədar bildirib ki, Elnarə xanım heç kimdən pul almayıb. Deyilənlərin hamısı şər böhtandır.